ولم أخطئ بدربي لبيتك جئت يا الله أتيت بثقل ذنبي ولم أخطئ. بسم الله الرحمن الرحيم. Allahümme salli ala Muhammedin ve ali Muhammed və accil fərəcəhum. Salam hörmətli izləyicilər, axşamınız xeyir olsun. Bir daha siz əzizləri Hikmət Qapısı verilişində xoş gördük. Allah Teala hər bir gününüzü xeyirli və bərəkətli qərar versin inşallah. Dəyərli izləyicilər, bildiyiniz kimi bugün 11-ci imamımız İmam Həsən Əskəri əleyhissalamın mübarək Mövlud günü idi. Bu dəyərli və əziz gün münasibəti ilə başda imamımızın övladı olan ağamız, rəhbərimiz, sərvərimiz İmam Zaman əleyhissalama təbrik deyirik və ondan sonra dəyərli rəhbərimizə, böyük müctəhidlərimizə, alimlərimizə və sonra isə siz əziz müsəlman bacı və qardaşlarımıza bu gözəl gün münasibətilə təbrik deyirik və hər birinizi səmimi qəlbdən təbrik edirik. Və bunu da diqqətinizə çatdırmaq istəyirəm ki, cümə günü də Həzrəti Fatimə-i Məsumə Salamullahi əleyhanın vəfat günüdür. O xanım ki, İmam Musa Kazım əleyhissalamın dəyərli, gözəl qızı və İmam Rıza əleyhissalamın bacısıdır. O xanımın vəfat günüdür, cümə günü. O gün münasibəti ilə də yenə də siz əziz müsəlman bacı qardaşlara indəndən baş sağlığı veririk. Və Allahdan arzu edirəm ki, Allah Teala bizləri daim Əhl-i Beyt əleyhimussalamın yolunda sabit qədəm olanlardan qərar versin inşallah. Elə bu gün də dəyərli ustadımız Həzrəti Fatimə-i Məsumə Salamullahi əleyhə haqqında və Qum şəhərinin əhəmiyyəti haqqında inşallah bizlər üçün söhbət edəcək. Mən qısa olaraq İmam Həsən Əskəri əleyhissalamdan bir hədisi diqqətinizə çatdırmaq istəyirəm. İmam buyurur ki, Əl-xislatani leysə fəvqəhumə şeyun. İki xüsusiyyət var ki, onların üzərində, yəni onlardan üstün heç nə yoxdur. Birincisi, əl-imanu billəh, Allaha iman gətirmək. İkincisi isə budur ki, İmam buyurur, və nəf'ul ixvən, qardaşlara faydalı olmaq, qardaşlara fayda vermək. Birincisi ki, məlumdur, yəni insan ixlasla Allaha bəndəlik eləyə. İkincisi də ki, budur ki, insan bir mömin şəxs öz din qardaşlarına, dost tanışlarına bacardığı qədər kömək eləyə, əlindən gələn köməyi əsirgəməyə, onların ehtiyacı olduqda özünü bir kənara çəkib, özünü eşitməməzliyə, görməməzliyə vurmaya. Əgər bu iki xüsusiyyət insanda olsa, həqiqətən də səadətə çatar inşallah. Hörmətli izləyicilər, ustadımızı təqdim etməzdən öncə bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, suallarınızı və təkliflərinizi bizi izlədiyiniz platformaların direkt və rəylər bölməsinə və ekranda gördüyünüz WhatsApp nömrəsinə ünvanlaya bilərsiniz. Studiyamızın bugünkü dəyərli, hörmətli qonağı cənab Hüccətül İslam Əlinur Əliyevdir. Salam aleykum ustad, axşamınız xeyir olsun, xoş gördük sizi. Bu gözəl gün münasibəti ilə də sizi təbrik edirik. Aleyküm salam və rəhmətullah, hər vaxtınız xeyir olsun. Mən də öz növbəmdə həm sizi, həm əziz izləyiciləri başda İmam Zaman ağa olmaqla İmam Zaman ağanın atası İmam Həsən Əskərinin mübarək mövlüdü münasibəti ilə təbrik edirəm. Çox sağ olun ustad, Allah razı olsun, Allah sizi salamat eləsin və bir daha biz də təşəkkürümüzü bildiririk ki, dəvətimizi qəbul edərək dəyərli vaxtınızı alıb gəlmisiniz. Allah sizi hifz eləsin. Əvvəldə də qeyd etdik ki, mövzumuz Həzrəti Fatimə Məsumə Salamullahi əleyhə haqqında və Qum şəhərinin əhəmiyyəti haqqında olacaq ki, inşallah istərdik bu önəmli və dəyərli məlumatları bizimlə bölüşəsiniz. Təşəkkür edirəm. Bismillahirrahmanirrahim. Sallallahu ala Muhammedin və alihi tahirin. Qum şəhəri müqəddəs şəhərlərdəndir və bu şəhərin müqəddəsliyinə səbəb olan iki amil var. Bir,
Həzrəti Məsumə salamullah əleyhanın bu şəhərdə olması və bir də inşallah qeyd edəcəyimiz hədislərə əsasən bu şəhərin elm ocağı, elm mərkəzi olduğuna görədir. Bəli. Mən inşallah bir neçə imamdan və Həzrəti Peyğəmbərdən bir neçə nöqtəni qeyd edəcəm. Həm Həzrəti Məsumə salamullah əleyha barədə və həm də Qum şəhəri barəsində. Bildiyimiz kimi bu ailənin, yəni İmam Kazım əleyhissalam 7-ci imamımızın övladları bu tərəflərə, bu bölgələrə gəlməyi İmam Rıza əleyhissalamın sürgünündən sonra oldu. İmam Rıza əleyhissalam məcburi surətdə Mədinədən çıxarıldı və ailə üzvündən, qardaş bacılarından heç kəs ondan gəlmədi və bu icazə verilmədi. Və elə oldu ki, Haşimilər, İmam Kazım əleyhissalamın 36 övladı, nəvələri, qohumlar, möminlər, sahabələr imamlarından uzaq düşdülər. Xas şəxslərdən əlavə ki, bir neçə nəfər imamla bir yerdə olmuşdu. Ondan sonra Həzrəti Məsumə salamullah əleyha qardaş və bacıların yığıb bu nəticəyə gəldilər ki, artıq biz imamımıza qovuşmalıyıq. Çünki imam müxtəlif yerləri aparırlar və sonunda gətirirlər Xorasana, indiki hal-hazırda Məşhəd şəhərinə. Və Həzrəti Məsumə də qardaşları ilə bu qərara gəlirlər ki, gəlib imamlarını ziyarət eləsinlər və imamların yanında olsunlar. Və Abbasilərin də həmişə qorxduğu bir məsələ vardı ki, bu ailə bir yerdə olmasın. Bu ailədə Hüseynlə Zeynəb bir yerdə olsa, bunlar üçün təhlükəlidir. Ona görə də bunları bir-birindən ayırmaq istəyirdilər. Çünki çox alimlərin İmam Rızanı Həzrəti Məsumə ilə bənzətmələri, İmam Hüseyn əleyhissalamla Həzrəti Zeynəbə bənzətmələri olub ki, bir-birlərinə qardaş və bacı sevgisindən əlavə bir imam və mə'mum sevgi məhəbbətləri olub ki, imamlarına itaət və imam olmadığı təqdirdə onun vəzifəsini icra etmək. Həzrəti Məsumə salamullah əleyha İmam Kazım əleyhissalamın övladları içində ən məşhuru olan və İmam Rıza tərəfindən ona Məsumə ləqəbi verilən şəxsdir. Və İmam Rızanın bu ləqəbi verilməkdə də məhz bir məqsədi var. Məqsədi də budur ki, bu şəxs artıq məsum kimi bir şəxsdir. Məsum, bizim 14 məsumumuz var və bu şəxs Həzrəti Zeynəb kimi, Həzrəti Əbəlfəz kimi bir neçə belə imamzadalar var ki, artıq bunlar məsum yox, şibh məsum, yəni məsumə bənzər. Məsumə bənzər, məsumdan belə deyək, bir təbəqə aşağıda olan şəxslərdirlər. İmam Rıza əleyhissalamın atadan və anadan bacısı idi. Adı da Fatimə idi. İmam Kazım əleyhissalamın 4 Fatimə qızı vardı. Onların içində ən böyüyü Həzrəti Məsumə salamullah əleyha idi. Həzrəti Məsumə həm elmi, həm təqvası, imanı, bütün bu işləri ilə məşhur idi. Amma Həzrəti Məsumə hələ dünyaya gəlməmişdən öncə, hətta atası İmam Kazım əleyhissalam dünyaya gəlməmişdən öncə bəzi hədislərimiz var Həzrəti Məsuməyə və həmçinin Quma işarə edir. Peyğəmbərdən hədislər var. Meyrac hadisəsində var ki, Həzrəti Cəbrail ilə gedəndə Həzrəti Cəbrail Qum şəhərini göstərir və deyir ki, bura sənin ümmətinin İslam dinini yayan yeri olacaq, elmin mərkəzi olacaq və buradan sənin yaratdığın din, sənin gətirdiyin din bütün dünyaya yayılacaq. Və müxtəlif məsələlər var orada, şeytanı görürlər. Ondan sonra Peyğəmbərdən bir hədis var, Qum şəhəri barəsində. Buyurur ki, əgər Qumlular olmasaydı, dindən əsər almaq qalmazdı. Peyğəmbərin bu Qum haqqında buyurduğu. Qumlular olmasaydı, dindən əsər almaq qalmazdı. Bu formada Əmir-i-Möminindən hədis var. İmam Zaman Əleyhisselam'dan hədis var. Axirə zamanda fitnələr çoxalan zaman amanda qalmaq üçün, fitnələrdən amanda qalmaq üçün sürünə olsa da belə özünüzü quma çatdırın. Belə bir şey. Və bu Qum şəhərinin bünövrəsi haqqındakı Əmir-i-Möminin Əleyhisselamın
şiələri, tərəfdarları hicrətdən təqribən 23 il sonra Əşəri nəsilləri gəlirlər Quma və bu Qum şəhərinin bünövrəsini qoyurlar və şiəlik burada yayılır. Hal-hazırda da müqəddəs hərəmin yanında bir qəbristanlıq var, Şeyxan qəbristanlığı. Böyük şəxsiyyətlər orada dəfn olunub. O Əşəri nəslindən olan bir neçə ravi və alim orada dəfn olunub. Böyük şəxsiyyətlər orada dəfn olunub. Bir də odur. Və bir də İmam Rıza Əleyhisselamın səhabələrindən biri var. Orada Zəkəriyyə ibn Adam. Böyük şəxsiyyət olur. Həzrəti Məsumədən qabaq orada olur. İmam Rıza Əleyhisselamın aşıqı olur. İmam Rıza Əleyhisselama bir neçə dəfə namə yazır, məktub yazır ki, mən dözə bilmirəm burada. Necə ki, Əli ibn Yəqtin İmam Kazım Əleyhisselama yazırdı ki, mən dözə bilmirəm Harunun yanında, Bağdadda istəyirəm sənin yanında. Yəni, Həzrəti İmam Rızaya da Zəkəriyyə ibn Adam namə yazır ki, mən burada dözə bilmirəm, qala bilmirəm, istəyirəm gəlim sənin yanına. İmam Rıza cavabında yazır, o qeyd olunub İmam Rızanın o naməsi Zəkəriyyə ibn Adamın ziyarətgahında yazılıb və qeyd olunub ki, İmam deyir ki, sən Qumdan çıxma, Qumdan çıxsan Quma bəla gələ bilər. O qədər əhəmiyyətli bir şəxs, olur bu Zəkəriyyə ibn Adam və İmam Rıza Əleyhisselamın sahabalarından olur, böyük şəxsiyyətlərdən olur. İmam Sadiq Əleyhisselam bir qrup İrandan, Rey bölgəsindən bir qrup karvan imamı ziyarətə gedirlər. O vaxtı belə idi, məsələn, bir bölgədə hamı yığılırdı, o bölgənin ağsaqqallarına xumsların, zəkatların, bütün vacibi məsələlərin yığıb onlara təhvil verirlər. Onlar da ildə bir dəfə həcc ziyarəti vaxtı yola düşürdülər, gedirdilər, Məkkəni ziyarət edirdilər, sonra gəlirdilər öz zamanının imamının xidmətinə. Həm xumsu zəkatı ona verməlidirlər və həm də insanların sualları var. Çətin sualları var ki, özləri cavab verə bilmirlər. Həmin o sualları hər kəs yazırdı. Bunlar da götürürdülər kisələrlə sualları gətirirdilər imamlarının xidmətinə. Bu Reydən gələn bir qrup gəlir İmam Sadiq Əleyhisselamın yanına salam verirlər. Deyirlər ki, Yəbnə Rasulullah, biz Reydən gəlmişik. İmam onların salamının cavabında salam olsun Qumdan olan qardaşlarıma deyə cavab verir. Bunlar elə bilirlər ki, İmam səhv başa düşdü ki, biz elə düşündük ki, İmam biz Qumdan gəlmişik. Təzədən təkrar edirlər ki, Yəbnə Rasulullah, biz Qumdan gəlmişik, Reydən gəlmişik. 3 dəfə bu təkrar olur və 3 dəfə də İmam Sadiq Əleyhisselam salam olsun mənim Qumdan olan qardaşlarıma deyə cavab verir. Və ardıca bir hədis ki, nəql edəcəm, deyir, bu onu göstərir ki, Rey Quma yaxın olan bir yerdir. Həzrət İmam Sadiq Əleyhisselamın Əhl-i Beytin Quma verdiyi əhəmiyyət. Nəsə burada bir nöqtə var, bir nüans var ki, İmam buna təkid edir. İstəyir insanların zehnini, tarixin zehnini, bəşəriyyətin zehnini ta axıra qədər bu hədisin vasitəsindən Quma tərəf yönləndirsin. Ki, araşdırmacılar gedib araşdırsınlar, görsünlər Qumda nə var ki, belə İmam təkid edir. Bunlar belə deyirlər, İmam cavabında belə deyir. Sonra İmam öz məşhur hədisini deyir. Buyurur ki, İnna lillahi hərəmən və huvə Məkkə. Bilin, agah olun ki, Allahın bir hərəmi var, bir evi var, bir ziyarət yeri var ki, insanlar gəlirlər Allah evi deyəndə oranı ziyarət edirlər. Ora Məkkədir, Kəbə evi Məkkədədir. Və innə lirrasuli hərəmən və huvəl Mədinə. Və Allah Rəsulunun da bir hərəmi var, bir ziyarətgahı var, ora Mədinədir. Və innə li əmiril mü'mininə hərəmən və huvəl Kufə. Əmir-i-Mömin Əli ibn Əbi Talib Əleyhisselamın da bir hərəmi var ki, ora Kufədir. O vaxt Nəcəf yox idi hələ. Nəcəf hələ şəhər kimi formalaşmamışdı. Əmir-i-Möminin də hərəmi təzə tapılmışdı. Kufə şəhəri sayılırdı ora. Buyurur ki, burada iki dənə məqsəd ola bilər. Bir, Əmir-i-Möminin öz hərəmi və ziyarətgahı, bir də Kufə məscidi, oranın müqəddəsliyi, orada Əmir-i-Möminin hakim olması, hakimiyyətdə olması, oranın ümumi olaraq, şəhər olaraq bir müqəddəs olması. Hədislərdə var ki, İmam Zaman Ağada zuhur edəndə ölkəsinin öz hakimiyyətinin paytaxtını Kufə şəhəri qərar verəcək. Buyurur, Əmir-i-Möminin Əleyhisselamın da bir hərəmi var. Ora haradır? Kufədir. Ardıca buyurur ki,
Və innə lənə hərəmən və huvə bəldətü qum. Və biz əhli beyt üçün bir hərəm var, biz əhli beytin bir hərəmi var. Bizim də bir ziyarətgahımız var. Allahın ziyarətgahını dedik, Peyğəmbərin də ziyarətgahını dedik, Əmir el-Möminin də. Biz əhli beytin də bir ziyarət ediləcəyi yer var. Ora Qum şəhəridir. Burada inşallah bir nöqtəyi mən xidmətinizə çatdıracağam. Sə buyurur ardıca. Və sə tudfənu fiha imra'atun min avladi ya min vuld. Tezliklə mənim nəslimdən olan bir xanım orada dəfn olunacaq. Dəfn olunacaq. Bu hədisi haçan deyir? Bu hədisi o vaxt deyir ki, Həzrəti Məsumə dünyaya gəlməyib. Bəli. Heç. İmam Kazım Əleyhisselam da dünyaya gəlməyib. Ravi deyir ki, bunu deyəndə hələ İmam Kazım Əleyhisselam dünyaya gəlməmişdi. Amma İmam buyurur ki, tezliklə bizim nəslimizdən olan bir xanım orada dəfn olunacaq. Demir ora gələcək, yaşıd deyir, dəfn olunacaq. Tusammə Fatimə. Adı Fatimə adlanır. Adı Fatimədir. Fəmən zarəhə vəcəbət ləhul cənnə. Hər kəs o Fatiməni Qumda ziyarət eləsə, cənnət ona vacibdir. Hədisin bu barəsində ki, cənnət ona vacibdir. 4 imamdan hədisimiz var. İmam Sadiqdən var, Həzrəti Məsumənin babası. İmam Kazimdən, Həzrəti Məsumənin atası. İmam Rızadan, Həzrəti Məsumənin qardaşı və İmam Cavaddan, Həzrəti Məsumənin qardaşı olur. 4 imamın 4-ündən də eyni bu formada hədis var ki, hər kəs Həzrəti Məsuməni Qumda ziyarət eləsə, cənnət ona vacibdir. İmam Rıza Əleyhisselamda müxtəlif formada hədislər var. Əlbəttə, bu barədə bir yerdə deyir ki, məni ziyarət eləmək istəyən gəlsin bacımı ziyarət eləsin. Yəni, məqsəd budur ki, onu ziyarət eləsə, elə bir ki, məni ziyarət eləyib. İmam Rıza Əleyhisselam hədisini elə İmam Sadiq Əleyhisselamın bu hədisinə bağlasaq, İmam Sadiq Əleyhisselam deyir ki, bizim ziyarətgahımız Qumdadır. Yəni, demək istəyir ki, İmam Sadiq'i ziyarət etmək istəyirsən, İmam Səccadı ziyarət etmək istəyirsən, İmam Zamanı ziyarət etmək istəyirsən, kimi ziyarət etmək istəsən, get Quma. Elə bil ki, onları ziyarət eləmirsən. Həqiqətən böyük əhəmiyyət çatdır. Bu, böyük bir nemətdir Qum əhlinə və onun ətrafında yaşayan şəhərlərə və ölkələrə ki, gəlib Həzrəti Məsuməni ziyarət edirlər. Bu, Həzrəti Məsumənin əhəmiyyətini göstərir. Bəli. Ustad, sual vermək istəyirəm, icazə versəz. Burada bu qeyd etdiniz ki, Həzrəti Məsumə salamullah əleyhi haqqında bu qədər böyük fəzilətlər ki, İmam Sadiq əleyhissalam və digər imamlar xanım haqqında belə buyurur. Burada yəni belə başa düşdüm ki, Qum şəhərinə bu dəyəri, bu əhəmiyyəti verən Həzrəti Məsumənin burada gəlib dəfn olunmasıdır. O cürdür ustad, ya necə? Verilişin əvvəlində buna işarə elədik ki, bu şəhərə əhəmiyyət verən 2 dənə nöqtə var, 2 mühüm məsələ var, ən mühümlərdir. Başqa məsələlər də var. Əlbəttə. İndi başqa bir hədis deyəcəm, ona işarə edəcəm. Biri və ən əhəmiyyətlisi Həzrəti Məsumədir. Onun orada dəfn olunması. Onun da burada dəfn olunmasıdır. Biri elm ocağı olmasıdır. Və biri İmam Zaman ağanın məscidinin bu şəhərdə olmasıdır. Və İmam Zaman ağanın yəni bu şəhərə verdiyi əhəmiyyət, bu şəhər gələcəkdə nələrsə olacaqdır deyə İmam Zaman ağa gəlib burada məxsus tapşırıb ki, belə bir yerdə məscid tikilsin və ora üçün məxsus xüsusi bir namaz deyib, namaz qılınır, əlhəmdülillah, zəvarlar ziyarət edirlər, namaz qılırlar və böyük şəxsiyyətlər, Ayətullah Bəhçət kimi şəxsiyyətlər vaxtlarını ayırıb Cəmcəran məscidinə ziyarətə gedirlər. Ustad, bağışlayacaq onda, yəni bu alimlərin burada bu cür toplaşması, elm ocağının bir növ buradan bu cür qaynaqlanması, belə deyə bilərim ki, bir növ elə Həzrəti Məsumənin bərəkətinədir ki, xanımın burada dəfn olunması bir növ alimləri, məsələn, şiə alimlərinin burada cəm olmasına səbəb olubdur. Mühüm hissəsi, bəli, sizin dediyinizdir. Həzrəti Məsumədən qabaq da burada şiələr gəliblər, məskunlaşıblar, dediyim kimi, Zəkəriyyə ibn Adam kimi böyük səhaba və böyük şəxsiyyət burada olub. Hətta Peyğəmbərin Quma verdiyi əhəmiyyət, Qum barə dediyi hədislər, elm ocağının olması, şeytanın buradan qovulması, dinin buradan yayılması və Həzrəti Peyğəmbərin əlini Həzrəti Salmanın çiyninə qoyub mənim dinim bu kişinin nəslinin vasitəsilə yayılması, bunlar hamısı bir-birinə
bağlı məsələlərdir, bəli. amma ən əhəmiyyətlisi sonradan imamların da işarə elədiyi və həmçinin işarə edəcəm, alimlərin də əhəmiyyət verdiyi mühüm yerlərdən biri Həzrət Məsumənin burada olmasıdır və alimlərin bura əhəmiyyət verməsidir. Hədisdə buyurur ki, biz Əhl-i Beytin bir hərəmi var. Bəs biz bu nəticəni çıxardırıq ki, əgər biz Əhl-i Beytdən hər hansı birini ziyarət edə bilməsək və Həzrət Məsuməni ziyarət eləsək, elə bil ki, bütün Əhl-i Beyti ziyarət etmiş oluruq. Bəli. Xanım Fatimə Zəhra salamullahi əleyhanın qəbri və hərəmi məlum deyil. Bəli. Qəbri məlum deyil ki, hərəmi olsun. Gizlindir. Və ondan sonraki imamlar da ta imam zamana qədər ziyarət olunması istəsə deyir, gəlin Həzrət Məsumənin hərəminə. İmam Rıza Əsəmin də hədisində buna bağlasaq deyir, əgər məni ziyarət eləmək istəyirsən, gəl bacımı qumda ziyarət elə. Bəli. Yəni bacımı qumda ziyarət eləyən məni ziyarət etmiş kimidir. Bəli, düz. Bu da İmam Sadiq Əleyhisselamın bu hədisindən bir yerdə bu nəticə çıxarda bilir ki, biz Əhl-i Beytdən hər hansı birini ziyarət edək. Bəs elə uca məqamda bir yer var, elə böyük bir yer var ki, biz bütün Əhl-i Beyti orada ziyarət edə bilərik. Ora Həzrət Məsumə salamullahi əleyhanın hərəmidir. Düz. Deməli, ardıca bu hədis müxtəlif formalarda gəlib. Ardıca İmam Sadiq Əleyhisselam buyurur: "Əla innə qum əl-kufətəs-səğirə." Əl-kufətəs-səğirə. Bilin ki, qum xırda balaca küfədir. Orta küfə böyükdür, qum hələ təzə yaranmışdı İmam Sadiq Əleyhisselamın zamanında. Balaca küfədir. Yəni küfə mərkəz idi. İmam zamanında da mərkəz olacaq, paytaxt olacaq. Amma elə bilin ki, elə ikinci küfədir bu da. Bəs deməli, İmam Zamanın bu hədisdən başa düşür ki, İmam Zamanın vaxtında da paytaxt küfə olanda, burada elə bil ki, ikinci paytaxt olacaq. Belə bir dəyərini, önəmini çatdırır da buranın. Əla, inna lil cənnəti thəmaniyyətə əvvab. Hədisin ardıdır. Buyur, bilin ki, agah olun ki, cənnətin, behiştin 8 dənə qapısı var. 8 dənə qapısı var, məşhurdur. Səlasətun minha ilə qum. Bunun 3-ü Qum şəhərinə açılır. Və tudxalu bi şifaətiha şiətiyəl cənnə bi əcməyhin. Və bizim şiələrimiz o xanımın şəfaəti ilə hamılıqla cənnətə daxil olacaqlar. 2 dənə böyük bir nöqtəyə bu bir cümlənin içində işarə olundu. Bir odur ki, 8 behiştin 8 qapısının 3-ü quma açılacaq. Bu Qum şəhərinin ümumi olaraq əhəmiyyətini göstərir və Həzrət Məsumənin burada olmasının əhəmiyyətini göstərir. İkinci nöqtə budur ki, bu xanım elə-belə bir xanım deyil. Ey mənim şiyələrim, bilin ki, bu xanımın vasitəsilə bizim şiyələrimiz hamılıqla cənnətə daxil olacaqlar. Bu çox böyük bir cümlədir. Bu cümlə, yəni belə bir geniş müstəvidə şəfaət Həzrət Zəhradan başqa heç kəs barəsində deyilməyib. Həzrət Zəhra barəsində bu deyilib. Bir neçə yerdə deyilib və bir yerdə deyilir ki, Həzrət Zəhra ilk olaraq məhşər səhnəsinə daxil olacaq və Allah ona bu icazəni verəcək ki, ya Zəhra, şəfaət ver, nə qədər istəyirsən. Nə qədər istəyirsən, şəfaət ver insanlara. Həzrət Fatimə Məsumə salamullah əleyha barədə də İmam Sadiq Əleyhisselam söz deyir ki, bizim şiələrimiz hamılıqla bu xanımın vasitəsilə behiştə cənnətə daxil olacaqlar. Bu bir də Həzrət Fatimə Məsumə salamullah əleyhanın Həzrət Fatimə Zəhraya bənzərliyin göstərir ki, bizim böyük alimlərdən, böyük şəxsiyyətlərdən olan Ayətullah Mənəşi Nəcəfi ağanın atası, bilirsiniz də, dualar eləyir, çillə bağlayır ki, İmam Əmir Əl-Möminin Əleyhisselamı görsün, Seyyiddir, Peyğəmbər balasıdır. Qəlbi xanım Zəhra üçün döyünür, istəyir Həzrət Zəhranın qəbrini tapsın, ziyarət eləsin. Əmir Əl-Möminin Əleyhisselamı görür, çillə bağlayandan sonra indi yuxuda ya ayıq halda. Əmir Əl-Möminindən soruşur ki, anam Zəhranın qəbri haradadır, mən ziyarət eləmək istəyirəm. Əmir Əl-Mömin ona cavabında deyir ki, bir şey ki, Allah istəmir Seyyid, sən niyə istəyirsən? Allah istəmir bu şey aktüel olsun. Amma əgər sən istəyirsənsə, xanım Zəhranın qəbrini ziyarət edəsən, get quma bizim
qızımız Fatimə-i Məsumanı, Məsumə salamullahi aleyhanı ziyarət edir. Elə bir ki, elə Həzrəti Öz Zəhranı ananı ziyarət ziyarət edir. etsən də. Bəli. Qoca olur, yaşlı olur, gələ bilmir. Oğlu Ayətullah Məliki Nəcəfi ağa ki, məşhurdur. Bəli, bəli. Qumda da qəbridir, hərəmin yaxınlığında. Ona vəsiyyət edir ki, mütləq sən get qonşu şəhərində və orada yaşa və o da gəlir, səfər edir və ömrünün axırına qədər Qumda yaşayır. Qumda ilk olaraq kitabxananı açan şəxsiyyət olur və Həzrəti Məsumanın hərəminə verdiyi əhəmiyyət insanlar içində məşhurdur. Bəli. O vaxt hərəmin qapıları açılardı, bağlanardı. Xadim deyir ki, elə bir vaxt olmadı ki, mən gələm, görəm ki, Ayətullah Məliki Nəcəfi orada olmuyor. Haçan deyir, gəlirdim, sübh vaxtları, sübh namazından qabaq qapıları açmağa gəlirdim. Gəldim, görüm ki, Ayətullah Məliki Nəcəfi ağa Orada dayanır. artıq dayanıb qapının ağzında və hamıdan əvvəl o daxil olardı və Həzrəti Məsumanı ziyarət edirdi. Böyük fəqihimiz. Bəli. Ya böyük şəxsiyyət, böyük filosof və arif Molla Sadra Kəhək şəhərində, Kəhək kəndində yaşayır. Qum Kəhək kəndində sürgün olur Şah Abbasın zamanında İsfahandan ora və deyir ki, mənim hər vaxt elmi problemim olurdu. Məsələni həll edə bilmirdim. Gəlirdim Həzrəti Məsumanın hərəminə ziyarət edirdim. 2 rükət namaz qılırdım. Təvəssül edirdim Həzrəti Məsumaya, mənim o elmi düyünüm açılırdı. Bəli. Həll olurdu məsələ və mən qayıdırdım. Ya Əllamə Təbatabai rəhmətullah aleyh, böyük müfəssir, filosof, arif deyirlər ki, Ramazan ayında azan vaxt gələrdi əvvəl orucun Həzrəti Məsumənin zərihini öpməklə açırdı. Təşbihdir də. Yəni orucunu açmamışdan əvvəl Həzrəti Məsumənin hərəmin Ziyarət edərdi və sonra orucunu açardı. Bəli, bəli. Şeyx Bafqinin də hadisəsi məşhurdur, dəfələrlə onu danışmışam. Orada da göstərir Şeyx Bafqi və bir neçə alim istəyirlər gəlsinlər Nəcəfdən piyada olaraq Həzrəti Məsumənin ziyarətinə. Yolda müxtəlif hadisələr baş verir, İmam Zaman ağanı görür, yoldaşları qayıdır. Şeyx Bafqi çətinliklə gəlir, Həzrəti Məsuməni ziyarət edir və sonra gedir İmam Rızanı ziyarətə. İmam Zaman ağa orada ona yolda ki, onunla görüşür, ona deyir ki, Bibim Məsumənin hərəmində səni ziyarət edəcəm. İmam Zaman ağa Şeyx Bafqi deyir. Şeyx Bafqi böyük şəxsiyyətlərdən olur. Qəbridə indi elə hərəmdə alimlərin yanındadır. Böyük şəxsiyyətlərdəndir, hacət verən alimlərdəndir. İmam Zaman ağa ona buyurur ki, Bibim Həzrəti Məsumə salamullahi aleyhanın hərəmdə səni ziyarət edəcəm. Bu da İmam Zaman ağanın da Həzrəti Məsumə salamullahi aleyhanın hərəminə, ziyarətinə verdiyi əhəmiyyət. Ustad, burada ki, siz qeyd etdiniz, yəni Həzrəti Fatimə-i Məsuməni bir növ elə Həzrəti Zəhra salamullahi aleyhə də bənzətməsi. Həqiqətən də biz qeyd etdiyiniz rəvayətlərə, hədislərə əsasən yəni Həzrəti Məsumənin məqamının yəni həqiqətən çox böyük olmasını çox aydın şəkildə başa düşmək olur ki, bu xanım elə-belə bir xanım deyil. Ki, həqiqətən bəzən insan qəflət edir, bəzən insan xanımın məqamından qəflətdə olur. Həqiqətən bu qeyd etdiyiniz hədislər açıq-aşkar göstərir ki, xeyr, bu xanım elə gözəl qeyd etmişdiniz ki, əvvəllərdə də məsum olmasa da məsumdan bir pillə aşağıdır. Böyük bir məqama sahibdir. Adam gəlir qədrini bilə bu nemətin. Bunlara, yəni bu şəxsiyyətlərə, imamlardan sonra olan şəxsiyyətlərə İmamzadə deyirlər. Yəni imamın birbaşa övladı, İmamzadə sonra da onların öz nəvələri də İmamzadə sayılırlar da. İraqdan tutmuş İran və Azərbaycan torpaqları, bu torpaqlar ümumiyyətlə İmam Kazım Əleyhisselamın övladları, nəvələri, nəticələri ilə, yəni bu ziyarətgahlar, hər yerdə onların ziyarətgahları da bilirsiniz də bizim Azərbaycanda da 3 dənə ziyarətgah var ki, məşhurdur İmam Kazım Əleyhisselamın balalarıdırlar ki, xüsusilə də onlardan Həzrət Həkimə Xatun Bibi Heybət deyilən ziyarətgah Həzrət İmam Kazım Əleyhisselamın birbaşa öz qızıdır. Və digərləri də ki, Həzrət Rəhimə xanım və Leyla xanım, bunlar barədə deyilir ki, qızıdır, bəziləri deyirlər nəvəsidir. Bunların içində, imamların övladları içində heç kəs barədə Həzrət Məsuma qədər tərif olunmayıb, hədis deyilməyib, onun ziyarətinin əhəmiyyəti barəsində o qədər sözlər danışılmayıb və bir neçə
İmamzadə var ki, onların ziyarətnaməsi imam tərəfindən deyilib. Məsələn, Həzrət Zeynəbdir, Həzrət Əbəlfəzldir, biri də Həzrət Məsmud sallallahu Bəli. onun ziyarətnaməsi elə imam tərəfindən deyilib və qardaşı imamı, İmam Rza Əsələm ona məsumə adını verib. Yəni bu adam pak və münəzzəhdir bütün günahlardan artıq. Məsum kimi bir şəxsiyyət. Bu o qədər elmli bir şəxsiyyət olub. Xorasandan bir qrup çıxır gedir yenə də İmam Kazım Məsəmin zamanında gedirlər Mədinəyə ki, İmam Kazım Məsəmdən sualların cavablarını soruşsunlar və vacib əllərində olan o vücuhat ki deyilir, xums və zəkat, bunlar ki imamlara verilmədi, İmam Kazım Məsəmə versinlər. Gedirlər Mədinəyə çatırlar, gedib qapını döyürlər, görürlər imam yoxdur. Deyirlər imam Mədinə deyil, imam səfərə çıxıb. Bir neçə gün gözləyirlər, görürlər yox imam gəlmədi. İstəyirlər qayıtsınlar da artıq qayıtmalıdırlar, uzaq yol gəliblər. Qayıtmaq istəyirlər, gəlmək istəyirlər Xorasana. Üzr istəyirəm, vaxtımızda bir 2 dəqiqə qalıb. Qayıtmaq istəyəndə Həzrət Məsmud sallallahu əleyhi çıxır və çağırır, deyir suallarınızı gətirin. Suallarını verirlər İmam Həzrət Məsmud sallallahu əleyhi. Həzrət Məsmud bunların bütün sualların cavablarını yazır, qoyur yenə də o lazım olan o qabın içinə verir onlara. Bunlar da götürürlər, yola düşürlər. Yolda İmam Kazım Əsəlamı görürlər. Və Yəbnə Rasulullah biz gəldik, səni görə bilmədik. Bəs sualların cavabını Həzrəti Fatimə Məsuma verdi. Deyir, verin mənə baxım. Alır, sualların cavablarına baxır. Görür ki, bütün suallar çətin elmi suallardır. Bunlar ancaq imam cavab verə bilər, ya da ki, Həzrəti Məsuma kimi bir şəxs. Görür ki, bütün suallar cavabları düzdür. Peyğəmbərin xanım Fatimə Zəhra salamullah aleyha barəsində dediyi məşhur kəlməsini bir neçə dəfə İmam Kazım Əsəlam Həzrəti Məsumə barəsində deyib, burada da deyir. Fədaha əbuha. Atan sənə fəda olsun. Bütün suallara düzgün cavab verir. Bəli. Bir neçə məsələ vardı vaxtınıza görə. Ziyarətnaməsində vaxtımız ki, bəli, demək olar ki, tamamda əgər qısa bir sözünüz varsa çox məsələlər vardı. Yox, inşallah ki, digər verilişlərdə bunları biz işarə edəcəyik. İnşallah. Ziyarətnaməsində bir kəlmə deyilir. Ya Fatimatu işfəi lənə fil cənnə. Çox mühüm bir məsələdir. Müxtəlif şərhlər, izahlar verilir buna. Ey Fatimə, cənnətdə bizə şəfaətçi ol. İmam Sadiq Əleyhisselamın hədisi ilə, bu hədisi ilə bağlasaq ki, bunun vasitəsi ilə bütün şiələrimiz cənnətə daxil olacaqlar. Orada öləcək Həzrəti Məsumə də insanların şəfaati üçün cənnətə daxil olması üçün. Bir bu. İkinci məsələdə də cənnətin özündə, behiştin özündə insanların məqamının qalxmasına vəsilə olacaq. Bu xanım daha çox vaxt yoxdur izah eləməyə. Bəli, Allah razı olsun sizdən. Həqiqətən də gözəl izah elədiniz, amma təəssüflər olsun ki, vaxt azdır. İndi isə icazə versəz, elə əziz izləyicilərimizin suallarını sizin diqqətinizi çatdıraq. Deməli, Ustad, izləyicimiz yazır ki, salam aleykum. Aleykəssalam. Həzrəti Məsumə salamullah əleyha şəhid sayılırmı? Bəli, ona işarə eləmədik. Tarix yazır, bəzi yerləri tarixdə müəmmadır, təəssüflər olsun. Çünki hər tarix öz zamanına uyğun, hakimiyyətə uyğun, hakimiyyətdən qorxduğu üçün, hakimiyyətin dediyini yerinə yetirdiyi üçün, ya o yaşadığı məntəqənin əqidəsinə uyğun yazırlar deyə bəzi tarixlər, təəssüflər olsun, dəqiq bizə çatmayıb. Amma bu var ki, bu imamın balaları ki, çıxırlar, gəlirlər, istəyirlər İmam Rza Əsəlamı ziyarət eləsinlər. Yol boyu Abbaslar bunlara hücumlar edirlər. Və bunlar bir-birindən ayrılırlar. 2 bacı, 1 qardaş bir tərəfə, 3 bacı, 4 qardaş bir tərəfə, müxtəlif yerlərə, ona görə deyirəm, yəni bu məntəqələrdə, müxtəlif yerlərdə imamın övladları var. Və harada da görürdülər, onları öldürürdülər, şəhid edirdilər. Çoxları şəhid olub. Mən bu yaxınlarda bir məlumat mənə çatdı, bilmirdim. Tehranda bir ziyarətgah var. O ziyarətgah o İmam Kazım Əsəlamın oğludur. O İmam Kazım Əsəlamın oğlunun başı Tehrandadır, bədəni Ərdəbildədir. Ərdəbil şəhərindədir. Çox böyük ziyarətgahlardandır. Təcrid edilən yerdədir İmamzadə Salih adında. İmam Kazım Əsəlam birbaşa oğludur. Ərdəbildə bədənidir,
Xırda bir ziyarətgahdır. Amma Bəli. Tehranda böyük bir ziyarətgahdır. Başı bədəndən ayrılır, göndərilir məsələn Abbasi xəlifəsinin, valisinin yanına. Bunlar hamısı yol boyu kimləri eləyə biliblərsə, mümkün olubsa şəhid ediblər. Məsələn, Həzrəti Həkimə xatun deyirlər dəniz yolu ilə getdi, çıxdı Bakıya. Məcbur idilər ki, qaçsınlar ki, Bəli, İslam bəli. maarifini çatdırsınlar insanlara. Heybət adında bir şəxsin evində qaldı və deyirdilər bu Bibi Heybətin bibisidir. Bibi ərəb dilində uca məqamlı, böyük şəxsiyyətli olan bir xanıma deyirlər. Nənəyə də, böyük yaşlı nənələrə də, analara da bibi deyərlər və məqamı uca olan xanımlara da bibi deyərlər. Bizim Azərbaycan dilində isə bibi atanın bacısına deyərlər. Bəli, bəli. Elə bilirdilər, elə bu Heybətin bibisidir, elə belə adından qaldı. Bu oldu bir dənə təqiyyə onların canının sağlığı üçün, qalmaqları üçün. Həzrəti Məsmud sallallahu əleyhi tarix yazır ki, Savə şəhərinə çatanda buradan yaxın bir şəhərdir. Quma yaxın bir şəhərdir. Orada onlara hücum oldu. Bəziləri yazırlar ki, xanımların yeməklərinə zəhər töküldü. Bəziləri deyirlər, ümumiyyətlə xanımlar da yaralandı. Kişilər Abbaslarla döyüşdə bəziləri indi şəhid olundu. Bəziləri məsələn getdilər başqa bir yerlərə. Hər halda Həzrəti Məsuma yazdılar ki, orada xəstə olur artıq. Və soruşur ki, yaxın yer, buraya yaxın yer haradır? Deyirlər, qum, deyirlər, məni quma aparın. Gətirirlər quma və qum cəmaatı necə onu qarşılayır. Çox gözəl bir surətdə qarşısında çıxır ki, imam balası gəlir. Və indi hal-hazırda ziyarət yeri olan Beytun Nur deyilən bir evdə bir nəfərin, bir şəxsin evində 17 gün qalır və sonra dünyadan gedir. Və buna deyirlər şəhadətə bənzər vəfat. Dəqiq məlum deyil şəhid olub, amma yəni bu nəsildə demək olar ki, belə şəxslər çoxları şəhid olublar. Bəli, bəli. Allah razı olsun Üstad izahınız üçün. İndi isə ayrı bir izləyicimizdən maraqlı bir sual ünvanlanıb. İzləyicimiz yazır ki, salam. Aleykəssalam. Hərəmlərə ziyarət məqsədi ilə getmək şirk sayılırmı? Hərəmlərə ümumiyyətlə ziyarət mərkəzi ilə gedirik də. Başqa bir məqsədlə gedilmir ki, ümumiyyətlə hərəmlərə ziyarət mərkəzindən gedilir. Və bu da dəfələrlə danışılıb, bu təvəssül bəhsinə aid bir bəhsdir. Təvəssül və ziyarət. Bəli. Bu dirilikdə də baş verən bir hadisədir. Yəni ancaq insan dünyadan gedəndən sonra, indi imamlarımız və ya səhabələr olsun, böyük şəxslər dünyadan gedəndən sonra aid deyil. Böyük şəxsiyyətlər öz diriliyi vaxtında da insanların müşkillərini həll ediblər, problemlərini həll ediblər. Onda həmin vaxtda, onların diriliyi vaxtında onların ziyarətinə getmək şirk sayılırdı. Yox, gəlirdilər, deyirlər, bizim müşkülümüz var, dünyavi müşkülümüz var. Ya dünyavi yox, uxravi, məsələn, mənəvi müşkülümüz var. Mənəvi müşküllərin imam duası ilə həll edirdi, müxtəlif duaların deyilməsindən, Quran ayələrinin deməyindən onların problemlərini həll edirdi. Bəli. Öz diriliklərində. Bu şəxslər, imamlar, bunlar və bunların timsalında olan övliyalar, bunların zahirdə bu dünyada olmaqları və ya zahirdə ölməkləri heç bir-birindən fərq eləmir. Onlar zahirdə ölümlərindən sonra, yəni cisimlərinin ölümündən sonra da şəfaətçi ola bilirlər. Şəfaətçidirlər, vasitədirlər, şəfa verən deyirlər. Bunlar insanla, yəni bizim kimi ümumi insanlarla Allah arasında bir vasitədirlər. Və o vasitəli rolunu oynayırlar. Niyə? Çünki biz qara bəndələrik, günahkar bəndələrik. Yalnız onlar barəsində Quran deyib ki, biz bütün çirkinlikləri onlardan uzaqlaşdırdıq və biz bunları, bu əhl-i beyti pak və minəzzəh qərar verdik. Və yutəhhirəkum tədhira, onlar barəsində deyilib. Onlar bəs Allah çirkinlikləri onlardan uzaqlaşdırıbsa, bunlar pakdırlarsa, demək Allah onların bütün sözlərini qəbul edir. Onların sözünü eşidir. Amma biz günah içindəyik. Ola bilər birbaşa Allaha desək, qəbul eləməsin. Vasitədən istifadə edirik. Burada da vəsilə məsələsi var ki, elə bir ki, mən atamın xətrinə dəymişəm, əmimdən istifadə edirəm, əmimdən xahiş edirəm, vasitə olur mənim üçün və gedir atamdan xahiş edir, atam məni bağışlayır. Mən imamlardan, bu övliyalardan vasitə kimi istifadə edirik ki, Allah onlara xatir bizi bağışlasın və dualarımızı qəbul etsin. Amin inşallah. Ustad Allah razı olsun. Həqiqətən elə Allah Teala özü də qiyamət günündə bəzi bir də insanlara şəfaət eləmək icazəsi verir. Əlbəttə ki, bu elə Allahın izni ilədir. Ki, bu məlum məsələdir. Burada şirk yox, birbaşa təvhidin özüdür ki, Allahın icazəsi ilədir.
Yəni nəinki biz onları müstəqil şəkildə Allahın kənarında bir qüdrət kimi bilək. Allah köməyiniz olsun, gözəl izah verdiniz. Ayrı bir izləyicimizdən də usta çox maraqlı və gözəl bir sual ünvanlanıbdır. Həqiqətən də yerində bir sualdır. Yazır ki, izləyicimiz salam. Aleykəssalam. Ustada belə bir sual vermək istərdim. Biz Allahdan qorxmalıyıq, yoxsa onu sevməliyik? Bəziləri insanları Allahdan qorxudurlar, sanki Allah Taala qorxuludur. Allah Taala qorxulu deyil. Amma Allahın qəzəb deyilən sifəti var. Və Allahın Rəhim və Rəhman sifətləri də var. Biz Allahın günah etdiyimizə görə qəzəbindən rəhmətinə nə etməliyik? Sığınmalıyıq. Qəzəbindən rəhmətinə sığınmalıyıq. Təbii ki, insanın bir mehriban atası var, mehriban anası var. Həmişə yaxşı işlər görürük və atamız da, anamız da bizlə mehriban davranırlar. Amma əgər biz pis iş görsək, zərərli bir iş görsək, valideynimizin abrını aparsaq, valideynimizə zərər vursaq, evə zərər vursaq, sizcə eyni davrandığı kimi, yəni o gözəl vaxtlarda, sözlərinə qulaq asdığımız vaxtda, sözlərini, dediklərini riayət etdiyimiz vaxtda, yaxşı işlər gördüyümüz vaxtda bizlə davrandığı kimi valideynimiz bizlə davranacaq. O ki bizi dünyaya gətirib, o ki bizə atadır, o ki bizə anadır. Təbii ki, eyni formada davranmayacaq, bizə qəzəblənəcək. Qəzəbləndiyi üçün biz də qorxarıq. Bu onun azaldılmış formasıdır. Bunu Allahla nisbətdə, Allaha nisbətdə, yəni düşünsək ki, bu həmin misalı Allah daha şiddətli və daha böyük formada biz bunu təsəvvür etməliyik ki, bu bizi yaradandır, hər şeyi yaradıb bizim üçün, hər bir şeyi qoyub bizim öhdəmizə və bizdən istədiyi bəzi şeylər var. Və buyurur ki, bu işləri görməyin. Bu işləri görsəz, mən sizə qarşı qəzəblənəcəm. Bu iş, mən yox, siz bu işləri gördüyünüz üçün günahkar sayılıb cəzalanacaqsınız. Mən sizi cəzalandırmayacağam. Siz özünüzü cəzalandıracaqsınız. Şair deyir ki, sanma ki, cəhənnəmdə atəş var, od var. Hər kəs buradan gedir, odu özü ilə buradan. Odu buradan aparırlar. Bu günah, budur ki, Allahın qəzəblənməyinə səbəb olur. Təbiidir ki, insan Allahın qəzəbinə səbəb olsa, gərək Allahın qəzəbindən qorxa. Və qorxduğu anda tövbə eləyə və qəzəbindən sığına Allahın rəhmətinə və rəhman sifətinə. İnşallah. Ustad, belə də deyə bilərikmi ki, insan, yəni buradakı izləyicimiz yazır, yəni biz Allahdan qorxmalıyıq, ya belə ya ona ümid bəsləməliyik. Yəni insan həmişə daim bu ikisinin ortasında olar. Yəni nə ifrat, nə təfrit. Yəni həmişə qorxu və Allaha ümid, bu ikisi əgər eyni həddə olsa, həmişə olmalıdır. Bəli. Çünki İmam Sadiq Əsələm buyurur ki, ən böyük günah, bir nəfər gəlir sual verirlər, burada cavabında buyurur ki, ən böyük günah insanın ümidsizliyidir. Allahdan ümidini kəsməlidir ki, Allah da məni bağışlamayacaq. Allah bunu bağışlamır. Ümid gəlir mütləq surətdə həmişə olsun. Amma ümid bizim günaha sövq eləməməlidir. Ümid bizi günahı təkrar eləməyə çəkməməlidir. Biz daha deyək ki, Allahın Rəhman və Rəhim sifəti var. Bu bir məsələdir, artıq böyük bir bəhsdir ki, buna da İslam Rəhmani. Yəni ancaq Allahın Rəhman sifətini, bağışlanma sifətini götürək, digər sifətləri yaddan çıxarda, o da günah eləyək də, rahat günah eləyək də, onsuz da Allah bizi bağışlayacaq da. Yox, bəli, Allah bağışlayandır. Ümidimiz də buna var, mütləqdir. Amma əgər dediklərini yerinə yetirsək, ancaq qəzəbinə səbəb olsaq, təbii ki, bizi bağışlamayacaq. Bəli, o zaman Allah razı olsun ustad, gözəl izahınız üçün. Deməli, ayrı bir sual da izləyicimizdən ünvanlanıb, yazır salam, hər vaxtınız xeyir, aleykəssalam. Zəhmət olmasa, Cəmkəran məscidi barədə məlumat verərdiniz, imkan varsa. Cəmkəran məscidi barəsində bir neçə cümlə dedim, məşhurdur. İnşallah girib internetdə də oxusunlar. İmam Zaman Ağa ilə Görüşənlər kitabı var. Onu da alsınlar, görsünlər orada. Onların içində elə birinci görüşlərdən də elə bilirəm həmin kitabda. Orada yazırlar ki, İmam Zaman Ağa kimlə görüşdüyü, nələr dedi, uzun bir bəhsdir, istəmirəm ona işarə edeyim.
Və orada İmam Zaman ağa həmin şəxsə deyir ki, o olduğu yeri çəkir, göstərir Bəli. ki, burada bir məsciddir. Get filan kəsdən nə al, onun filan kəsin zəkatı var, ona müraciət elə və ondan nələri al və burada bir məsciddir. Və burada məsciddir, filan namaz burada qılınmalıdır. Namazın formasını da deyir və indi hal-hazırda məşhur olan o namaz qılınır. Bəziləri bunu qəbul eləmirlər. Buna çünki Ayətullah Mərəşi Nəcəfi ağanın o atasının gördüyü yuxu kimi, Əmir Möminin arasında o qurduğu əlaqə kimi ki, deyirlər bu bizim üçün höccət deyil. Çünki hədislərimiz var da, İmam Zaman ağa 4 dənə naibdən sonra hər kəs gəlsə, iddia eləsə biz İmam Zaman ağadan xəbər gətirmişik, o kəzzabdır, yalançıdır, inanmayın. Amma şəxsin özü üçün və ya insanlara təqdim etmək üçün mən İmam Zaman ağa ilə görüşə bilərəm. Amma gəlin deyim ki, Mürtəza qardaş İmam Zaman ağa dedi ki, sən falan qədər pul ver mənə. Bu sizin üçün höccət deyil. Ola bilər mənim özüm üçün höccət olsun. Bəli. Amma alimlər, ariflər, rəhbər, böyük şəxsiyyət, bizim ən böyük şəxsiyyətlərimiz alimlərin alimi, ariflərin alimi, arifi. Hikmət sahiblərinin hikməti, həkimi, rəhbər və onun kimi Əllamə Təbatabaylar, Əllamə böyük şəxsiyyət Ayətullah Misbah Yəzdi ağalar, Bəhçət ağa kimi böyük şəxsiyyətlər deyirlər ki, gedin orada ziyarət edin, dua edin və özləri də gediblər. Bəli ustad. Allah razı olsun, izahınız üçün. Ayrı bir sual da var ustad. İzləyicimiz yazır ki, salam. Aleykümselam. Bir sualım var idi. Hicablı qadın kosmetikadan istifadə edə bilərmi? Bu çox uzun bir sualdır. Bunun cavabı qısa və konkret verilən bir cavab deyil. Amma belə bir cavabı yadda saxlasınlar bizim hicablı ana və bacılarımız. Hicab insanın, xanımın özünü naməhrəmdən qorumasıdır. Və hicab haqqında həm hədislər, həm müştəhidlərin fətvası bundan ibarətdir ki, hicab elə olmalıdır ki, naməhrəmi özünə cəlb eləməməlidir. Xanımın geyimi, hicab ancaq baş örtüyü deyil. Bəli. Hicab xanımın geyimidir. Yəni biz bunu qarışdırmayaq. Hicab elə olmalıdır ki, naməhrəmi özünə cəzb eləməməlidir. İndi o dedikləri o kosmetika, əgər naməhrəmi özünə cəzb eləməkdirsə, təbii ki, olmaz və haramdır. Amma elə bir həddə deyil ki, naməhrəmi özünə cəzb eləsin, bilinsin, görünsün, məlum olsun və o, məsələn, yaşadığı məntəqədə hər kəs bu formadadır, amma elə bir həddə deyil ki, görsənsin. Burada müşkül yoxdur, amma çox mühüm məsələdir, ehtiyat olunan məsələdir. Bütün müştərilər bu məsələdə bu məsələni deyirlər ki, xanım, yəni bu kosmetikada hicabdan sayılır. Yəni naməhrəmdən qorumaq deyilir buna. Xanım gərək elə bürünsün, elə hicablansın ki, naməhrəmi özünə cəzb eləməsin. Və son olaraq bu cümlə deyim və özüm olaraq bu söz deyirəm ki, adətən kosmetika naməhrəmi özünə cəzb edir. Və bacılar bu işlərdən çəkinsinlər. Bəli, ustad, Allah razı olsun. Həm də ustad bunun bir dənə məsələsi var ki, üzr istəyirəm. Bəzən elə kosmetika növləri var ki, dəstəmaz və qüsulun düzgün formada alınmasını da problem yaradır. Bəli. İkinci bir hökmdür ki, o da təbii surətdir ki, artıq o kremlərin növlərinə aiddir ki, dəstəmaza təbii çoxları təqribən onların dəstəmaza maneə yaradır. Çünki yağlı bir şey olsa, maneə olsa, suyun dəriyə çatmasına maneə olsa, dəstəmaz da batildir. Bəli, ustad. Allah razı olsun ustad. Allah sizi salamat eləsin. Vaxtımız az olduğuna görə, tamam olduğuna görə artıq bundan artıq sual verə bilməyəcək və sonunda da sizdən bir dua istəyərdik ki, inşallah dua eləyərdiniz. Allahı and verək, bugünün sahibi, bugünün mövludu İmam Həsən Əskəri əleyhissalama, onun haqqına, onun İslam üçün çəkdiyi əziyyət və zəhmətlərə İmam Həsən Əskərinin balası İmam Zaman ağanın zuhurunu təcilləsin və həmçinin bizi bu müqəddəs şəhərdə Həzrəti Məsumənin hərəmini və onun mərifətini dərk edənlərdən
qərar versin. Amin inşallah. Çox sağ olun. Allah razı olsun Allah sizə. kömək Allah sizi salamat Sağ eləsin. olun, çox sağ olun. Təşəkkür edirik ki, gözəl söhbətinizlə bizləri Biz də məlumatlandırdınız. təşəkkür edirik. Çox sağ olasınız. Sağ olun. Bəli, hörmətli izləyicilər, bugünkü verilişimizin də sonuna gəldik, çatdıq. Əziz ustadımızın gözəl söhbətlərindən faydalandıq. Sizlərin də suallarını ustadımız vaxt çərçivəsində cavablandırdı. Allahdan arzu edirik ki, Allah Taala bizləri daim haqq yolunda sabit qədəm qərar versin və Allah Taala cəmi arzusunda olanlara Həzrəti Məsumənin ziyarətini qismət etsin inşallah. Allahın izni ilə gələn verilişlərimizdə görüşənədək sağ olun, salamat qalın.